Gelmişəm Magnet Kosmetikaya. Şampun alacağım. Bir də ballayacağım. Görün mən işlətdiklərim. Hə. Bundan işlədirəm. İndirimdədir. 242 manat. Fərqi yoxdur, rəhləri də var. Hansı rəngi istəsəz ala bilərsiniz. Amma mən ən çox qaranı, bir də bu rozunu işlədirəm. İndi istəyirəm bundan alam. Görün bu necə olur. Balzamda götürəcəm. Düzü, mən hələ çox balzam işlədən deyiləm. Amma saçlarım elə bir ki yanıbdır. Çox pis hala düşübdür. Ona görə istəyirəm ki balzam da götürəm. Saçlarımı kəstirəcəm ki düzəlsin. Çox pis hala düşübdür, bilmirəm niyə. Sarı rəngindən heç almamışam da. Heç ətiri yoxdur bunun. Amma bu qəşəkdir, qara. Bir dənə balzam götürəcəm, bir dənə də şampun. 2 dənəsini götürüm, gedim kassaya. Gedim oradan da Teorçikadan Sinjokumuza yemək alım. Oradan gedim evə. Gəlmişkən buradan qablara da baxım, görüm burada yeni nəsə var. Yeni heç nə yoxdur. Yeni heç nə yoxdur ya. Gedim Teorçikaya da. Sinjokumuza yemeği alım. Oradan da yavaş yavaş gedim evə. Evdə işlərim çoxdur, həddindən artıq. Sinjokumuz, bax bu yemeği çox sevir. Ətlisi də var. Toyuqlu qalıbdı hamısı. Hə, ətlisi də var. İkisini ətlidən götürüm, qalanını da toyuqlu götürüm. Bu da Sinjokumuzun yemeği. Bunu da aldım. Şimdi ise gedim kasaya, oradan da çıxım. Getdim evə. Tez-tez evə gedirəm. Bizdə həm günəşlidir hava, həm də yağış yağır, çiskin-çiskin. Həm də külək var. Üçü birindədir. Gedirəm evə. Yemək pişirməmişəm deyə biraz tələsirəm. Tez-tez gedirəm ki, gedim ev əhlinin evə yığışmağına. 1 saat qalıbdı. Saat 4-də işləyibdi. Tez gedim, onlar gəlincə yeməyimi hazır eləyim ki, yeməyim hazır olsun. Gedim. Həmişə öz küçəmizə gələndə Sinjok ya burada yatardı, ya da ki öz qapımızın ağzında yatardı. İndi Sinjok orada yatmır. O günlərim öz qapımızın qarşısına ağ paket düşübdü. Elə bilirdim ki Sinjokdur. Uşaqlara dedim ki paketi götürün oradan. Paketi görəndə ürəyim ağrıyır. Elə bilirəm ki Sinjokdur. Uşaqlar götürdü paketi. Həqiqətən də ürəyim ağrıyırdı. Həmişə gələndə bizi görəndə qaçırdı. Gəlirdi yanımıza. İndi yazıq. İçəridə xəstədir inşallah ki, inşallah tez sağlar. Gedim yeməyini verim, yesin. Yemək gözləyir məndən. Bugün həyətə çox yeritmək olmaz deyə, ona görə çox yeritmək istəmirəm. Gəl, açdım ki yemək verəcəm. Gəl, bura sənə yemək verim, gəl.
Dedim yazıqdır. Kletkasından çıxartdım. Dedim qoy. Biraz hava vursun. Baxın. Buradan əməliyyat olunubdur. Tükünü təmizləyiblər. Bu hissəsi gömgöydür. Hələ yavaş-yavaş göyü çəkilibdir. Adamın yazığı gəlir. Mən belə inanmıram ki, boyanı sağalsa da belə bu dura tam yeriyə də, əvvəlki kimi yeriyə. Heç inanmıram. Elə işiniz yox, nə bilim, bəlkə də tam düzələcəkdir, amma heç inanmıram. Yazıqdır. Bu hissəsinə o qədər iğnə vurmuşuq ki, iğnənin yerləridir hamısı. Baxın. Hə, yaxçı, heç nə eləmirəm, heç nə eləmirəm. Ay, şirindir də, bu işiniz yox. Doymayacaq deyəsən. Birini də verərəm, yeyər. Doymayıbdır. Birini də istəyir. Verim, birini də yeyirsən. Gəl bura. Gəl bura, birini də verim, ye. Keçən videomda çəkib paylaşmışdım. Yazanlar oldu ki, bəlkə maşın vurubdu. Amma ki, məncə maşın işi deyil. Çünki bizim küçədən maşınlar çox sürətlə keçir. Maşın vurulsaydı, bu məncə sağ qalmazdı. Nə bilim, bilmirəm, hər kim eləyibsə bilmirəm. Biri var, gözüm görməyəydi, qapımıza gəlməyəydi. Onda biləcəkdim ki, sinijokumuz yoxdur. Biri də var ki, gözüm görürsə əgər bunu, mən buna mütləq yardım etməliydim. Demək olar ki, biraz düzəlibdir. Amma ki, ayın 12-si bir də aparacaq həkimə. Yəqin ki, dikişinə baxacaqdır. Və niyə tökdün yerə, sini? Rusları mən inanmıram ki, Ruslar pişiyi vuralar. Heç inanmıram. Bəlkə də, nə bilim, uşaqlar vurubdu, ya uşaqlar üzərindən velosipedlə keçiblər. Nə bilim, bilmirəm. Nə ilə eləyiblərsə, eləyiblər. Bir sözlə vurublar. Gömgöyüdür. Hələ əməliyyatın yeri ora təmizcəkdir. Göylük əməliyyatından deyildi. Yəni buradan qırığı var idi. 2 yerdə. İğnə vururduq 2 ediciyinə. Ay, seni yedin, doydun. Hı? Ay, seni çok. Peki bir balaca da su içəsən. Yeməyi çox yedin. Peki bir balaca da su içəsən. Bax, hara gedir bu axsıya görə. Sən, seni yokum. Hara gedirsən quzu? Hara gedirsən? Burasını tükün maşınka ilə təmizləyiblər əməliyyat eləyəndə. Yəqin ki, tez tiklənər. Hara baxırsan? Sən oraya getmə. Seni yox. Bax, səni ilə orada vurdular. Hə, nə istəyirsən? Səni ilə orada vurdular. Kim vurdusa səni orada vurdu. Aparın bunu sağlam yuvasına. Çünki buna gəzmək olmaz. Gəldim tez makaron süzəcəm. Dedim qarasını tez hazırlayam. Soğanı doğradım. Biraz da ət var idi. Əti də xırda doğradım. Tökdüm içərisini. Qapağını örtəcəm. Burada qəşəngcə bişsin. Bu burada bişsin. Mən də keçim, suyunu qoyum, qaynasın. İşim çoxdur, bağa gedəcəm. Lobiya toxumu ıslatmışam, onu əhməliyəm, xiyarı əhmək istəyirəm, şitirlərini. Amma ilk öncə lobiyanı əkim, sonra xiyar gözləyə bilər, amma lobiya gözləmir. Birazcık da tuz əlavə edib qapağını örtəcəm. Burada vam xodda özü bişəcək. Yeməyim artıq demək olar ki, hazırdır. Burada bişir. Ət pişibdir, yumuşalıbdır. Suyunu da qoymuşam qaynamağa. Qaynayandan sonra makaronlarla əlavə edəcəm. Lobiya toxumuna baxın. Görün nətər göyərib. Tək yağış atır. İstəyirəm aparam bunları əkəm. Yağış yağanda üzərinə yağar.
Yemeğim də artıq bişibdi. Mən həmişə makaron qarasını bu qaydada hazırlayıram. Belə tez hazırlanır. Bir də soğanı ayrı qovur. Sonra əti içərisinə əlavə ilə vaxt aparır. Amma belə qovurulanda tez qovurulur. Bu hazır. Makaron da tökdüm, qaynayır. Burada da sarımsaq qatıq hazırlamışam. Bir qaldı makaronun bişməyə. Makaron bişsin. Süzüm. Bu yağışda məni gördü. Lobiyanı buraya əkəcəm. Amma onu deyim ki, torpağı su verməmişdim də. Torpaq quruydu. Nə qədər yağış yağsa da, yəni torpaq bir o qədər də islanmaz məncə. Çünki göyün üzü açıqdır. Harda olsa yəqin ki, bir 5-10 dəqiqəyə yağış kəsər. Yağış dayansın, gətirib tez əkəcəm. Çünki o lobiyalar bugün əkilməsə, səhərə artıq hamısı yarpaqlayacaqdır. O dərəcədə artıq göyərblər. Heç 10 dəqiqə keçmədi, yağış kəsdi, günəş çıxdı. Mən də lobiya toxumunu götürdüm. Dedim, gəlin bunları tez əkim. Buradan başlayıb əkəcəm. Bir dənə bıçaq götürüm. İndi əsas odur ki, əkim. Əkəndən sonra Allahın köməkliyi ilə qəşəng yağış yağır. 3 satacağım. Çünki ilbislər bunu yer. Bu il ilbiz azdı. Keçən il çox oydu. Keçən il heç nə əkə bilmirdim, nə əkirdim, hamısını yeyirdilər. Amma bu il ilbiz azdı. Lobiyanı əkim, əgər yağış yağmasa, gətirib biraz xiyardan da əkərəm ştilini. Azərbaycanda atamgil lobiya əkibdi. Elə qəşəngdir ki, mən bu il biraz gecəkmişəm düzü. Hər il bu vaxtı əkirdim. Çünki havalar çox yağışlı keçdi. Nə yerini düzəldə bilirdim, nə də bağa bağçaya gəlmək olurdu palçıqdan. Ona görə dedim, bu il biraz gecəkim, heç nə olmaz, hava soyuqdur. İstidə tez göyərir inşallah. Bu əkdiyim yer lobiyasıdır. Amma ki, ağaç lobiyası da alıb əkəcəm inşallah. Burada qəşəng ağac lobiyası toxumunu satırlar. Onu da alıb əkəcəm. Bunun toxumunu mən Azərbaycandan gətirmişəm. Çox qəşəng yer lobiyasıdır. Lobiyanı əkdim. Bura bıçağa qədər gördü. Bu qədər yerim qaldı. Hələ gördüm ki, lobiya görməyəcəkdi toxum. Əvvəlcə 3 çəkirdim. Sonra keçdim 2-2 əkdim. Heç nə olmaz. Orada ağac lobiyası toxumu alıb əkərəm. Əkdim. Allah xeyirli olsun. İnşallah qəşəng göyərsin. Qurd, ilbizlər yeməsin inşallah. Yaxşı göyərsin. Keçən əkirdim. İlbizlər yerdi, cücülər yerdi torpaqda. Bu il inşallah ki, qəşəng göyərər. İndi istəyirəm gətirəm xiyardan birlək əkəm. Xiyarı da buraya əkəcəm. İndi nə edəcəm? Tripodu gətirməmişəm deyə. Qeysi ilə bu şəkildə açıb. Bütün şəkildə əkəcəm. Kökünü dağıtmadan. Gətirib bunlara krujkayla su tökəcəm ki, çox sulamayacağım. Tam
Çünkü tam sulasam bunları cücü yiyecekti. Kurtlar kesecekti. Ona göre getirip az kuruşlarına su dökeceğim. Stəkanı qeyçi ilə kəsirəm. Bax bu şəkildə cilini dağıtmadan, torpağını dağıtmadan bütöv şəkildə çıxardıram. İnşallah qəşəng 2 gün hava sərinlik olsa qəşəng olacaqdı. Düzdür, həyətdə saxlayırdım, neçə gündə havayı örgəşdirirdim. Amma nə qədər olmasa da. Bir dənə belə balaca bir lək düzəltdim, əkdim. Hələ yarısı da var. Onların yeri hələ düzəlməyibdi. Birazca buradan su dökəcəm. Az. Hər gün bir 3 gün bu qaydada su verəcəm. Sonra suluyaram şınaqla. Hamısına su da verdim. İnşallah ki xeyirli, bərəkətli olar. Allahın köməkliyi ilə. Bugünlük mənim bağda, bağçada işim bu qədər. Sağ olun. Allah'a əmanət olun. İnşallah gələn bir videolarda görüşmək ümidi ilə. Sağ olun. Hələlik.